Okay, davam edək. Deməli, Build Tools və JDBC keçəcəyik. Normalda Build Tool bayaq dedim, yenə deyim, bir dənə də təkrar olsun. Maven, Gradle, bir də Ant var. Java'da istifadə olunur. Çox şirkətlərdə Gradle istifadə olunur, xüsusən banklarda. Maven-da var, bəzi şirkətlərdə istifadə olunur. Build Tool nədir? Bu əslində bir çox funksiyonallığı var. Birinci funksiyonallığı odur ki, biz hər hansısa bir proqram təminatı yazanda, normalda bu vaxta qədər biz Java applicationları yazanda hazır Java'nın kitabxanalarından istifadə eləmişik. Yəni JDK-nın içərisində gələn nələr varsa onlardan istifadə eləmişik və onlardan istifadə edib proqram təminatı yazmışıq, console applicationlar. Bundan sonra bizə əlavə liblər lazım olacaq. Yəni əlavə, məsələn, database-ə qoşulmaq üçün Java-nın özündə yoxdur. Java-da yazılmış database-ə qoşulmaq üçün, məsələn, Postgre-yə qoşulmaq üçün onun libi ayrıdır. MySQL-ə qoşulmaq üçün onun libi ayrıdır. Oracle-a qoşulmaq üçün onun libi ayrıdır. Bunları hamısı götürüb Java-da yazılması normal deyil. Niyə görə normal deyil? Hamısı JDK-da olsaydı, nə bilim, bütün liblər sayısız bəlkə də milyonlardan çox lib var da. Sabah sizdə istifadə olunmayan liblər hamısı bir JDK-nın içərisində olacaqdır və onu siz serverə qoysanız nə qədər yer tutacaqdır. Yəni boş-boşuna, yəni qeyri-ilə yer olacaqdır JDK-nın. O da boşuna yer tutacaqdır, hansı ki istifadə edəmirsiniz. Və adətən Postgre-nin ən yaxşı kim bilir? Postgre developerləri, yəni Postgre şirkətinin öz konfiqlərini daha yaxşı bilir. Buna görə adətən məsələn Postgre, Java Postgre-yə qoşulmaq üçün Java proqram təminatı. Deməli, Postgre-ni istifadə eləməlidir. Bunun üçün artıq bunu Java developerlər, Postgre-ni bilən, Postgre-də işləyən Java developerlər bu libi yaratsalar daha məntiqə uyğundur ki, çünki Postgre developerlər daha yaxşı bilir də bu Postgre necə işləyir, internal necə işləyir, hansı konfiqlərdən daha yaxşı işləyir. Belə. Həmçinin Oracle-dır, MySQL-dir. Bu tək database-lərdən yox, başqa əlavə şeylər ola bilər, liblər ola bilər. Məsələn, şəkillə bağlı nəsə bir resize edirik və yaxud da şəklin background-unu dəyişirik. Və yaxud da AI ilə bağlı, məsələn, müasir dövrdə AI ilə bağlı ChatGPT-ni inteqrasiya eləmək istəyirik, Cloud inteqrasiya eləmək istəyirik. Bu libləri adətən hansı şirkətlər varsa, özləri liblər yazırlar ki, yəni öz produktlarını başqa proqram təminatlarında istifadə etmək olsun. Bu həm tək Java-da yox, bu çox məsələn Go-da, Python-da və yaxud da digər JavaScript-də istifadə olunur. Belə hazır liblər yaradılır və hər kəs onu istifadə edir. Siz də həmçinin lib yaradıb, hansısa biri ola bilər, məsələn, riyazi əməliyyatlar, kompleks riyazi əməliyyatlar aparmaq üçün xüsusi bir lib yarada bilərsiniz. Məsələn, trigonometriyanı tapmaq və yaxud da qeyri-adi, nə bilim, advanced riyaziyyatda nələr istifadə olunursa, onları tapmaq üçün bir lib yaza bilərsiniz, istifadə edərlər. Adətən şirkət daxilində bəzən kiçik liblər olur ki, bütün layihələrdə eyni praktika tətbiq olunsun deyə logging ilə bağlı, exception handling ilə bağlı gələcəkdə keçəcək. Onlar üçün kiçik liblər yazılır ki, təkrar-təkrar hər kodun içərisində yazılmasın. Artıq bir yerdə yazılsın və hər kəs onu istifadə eləsin. Həm shared praktikadır, həm də ki, təkrar kodun qarşısını alır. Bu formada istifadə olunur və bu liblərdən danışdıq. Bu liblər adətən Java-da, baxın, burada jar yazılıb. Java archive deməkdir. Bizim yazdığımız kodlar jar faylına keçir. Məsələn, lib kimi vermək üçün onu jar faylına keçiririk. Hansı ki, o jarın içərisində bizim kodlarımız var da və həmin jarı öz proqram təminatımıza qoyub o libdən elə istifadə edirik. Yəni, normalda, məsələn, burada liblərin siyahısı Maven deyə bir yer var. Gəlin, sizə bunu necə göstərim. Buradan elə. Bundan okey.
Məsələn, Maven repository'yə girsək. Tak. Baxın burada. JSON library var, logging ilə bağlı, JVM language ilə bağlı. Gəlin Postgre yazaq bura. Baxaq nə gəlir. Search. JDBC ilə yazaq bura. JDBC Java Database Connection deməkdir. Yəni Postgre-nin JDBC-yə qoşulması. Burada nə qədər versiyaları var. Postgre-nin versiyaları artdıqca burada da versiyalar artır. Üstünə basanda mən bunun. Baxın burada Maven, Gradle, burada görürsünüz nə qədər başqa şeylər də var. Əsas biz Maven-dən Gradle-a keçəcək indi. Bunu adətən avtomatik yükləyə də bilərik. Hardansa burada yəqin yükləmək üçün yer olar. Jarı yükləmək üçün. Bu jarı biz yükləyib öz kodumuzda istifadə edə bilərik. Məsələn, deyək jar 1.1 MB-dir. Bunu yüklədim. Görürsünüz, PostgreSQL jarı yükləndi. Və mən bu jarı açsam, düz aça bilməyəcəm. Gələ ID'də açım onu. İçində kodlar deyişlə. Libdir. Biz normalda Maven və Gradle olmasa bu libləri necə istifadə edə bilərik? Yəni burada gözləyim, burada fidanla ilkinə də online yazım. Liblər olmasa biz skip bir dənə cancel eləyək. Bütün o jarları yükləyib, məsələn bizə nə qədər, bizim layihəmizə nə qədər lib lazımdır? 10 dənə. Biz 10 dənə fərqli jarı yükləməliyik, qoymalıyıq öz proyektimizin içərisinə, tanıtmalıyıq, sonra da işləməliyik, o formada işləyə bilərik, manual yükləyib. Bu da çox vaxt aparır. Sabah məsələn o lib burada gördünüz də nə qədər versiyalar var. Hər dəfə bir burada geri eləsək görəcəyik. Burada görürsünüz nə qədər versiyalar var. Hər dəfə versiya upgrade olanda, məsələn fevraldan apreldə upgrade olunub, hər dəfə dəyişir də müəyyən şeylər. Bunları upgrade eləmək üçün gərək biz, məsələn bizim proqram təminatımız production'da run olur, onu update eləmək istəyir. Gərək o jarı təzədən silib, təzəsini yükləyib, onu istifadə eləməliyik. Yəni çox manual iş çox olur, həddən artıq. Ona görə artıq biz Maven və yaxud da Gradle istifadə eləməliyik. Maven və Gradle nə edir bizə? Bu Maven-lə Gradle demək olar ki, eyni işik görür bizə. O libləri, məsələn bunu, baxın bunun üstünə basıram mən, görürsünüz burada Maven yazılıb. Bunu kopya eləyirəm, burada görürsünüz qrup ID, artifikat ID, version, scope da əslində scope-u skip eləyək. Bu üçünə baxın. Bu, məsələn, qrup ID org PostgreSQL-dir, artifact ID PostgreSQL-dir, bu da versiyasıdır. Bu formada. Bunu götürüb mən kopya eləsəm və baxın, burada məndə POM.xml var, bu layihəni yaradanda yaranıb məndə. Burada dependencies var, görürsünüz, burada 2 dənə mən lib əlavə eləmişəm. Bura mən, görürsünüz, command V eləsəm, bunu artıq yükləmiş olar. Yəni bunu mən indi buradan reload eləsəm, bu libi götürüb yükləyəcək. Yəni jarı Maven özü götürüb yükləyəcək, özündə saxlayacaq. Okay? Və layihə avtomatik onu tanıyacaq. Amma mən istəyirəm ki, burada yaratmayayım onu, çünki ayrıca bir indi Maven layihəsini yaradacağam ki, təzədən sıfırdan başlayaq hamımız, siz də görəsiniz. Yəni bu formada əlavə edə bilərəm. Həmçinin bunun Gradle versiyası da var. Baxın, Gradle-da Maven-la Gradle-la sintaksis fərqi var. Gradle daha yaxşıdır, daha qısadır. Görürsünüz bu formada. Məsələn, bu libi əlavə eləmək üçün burada group ID, artifact ID, version belə yazmaq lazımdır. Burada görürsünüz duplicationlar var. 2 dəfə group ID, 2 dəfə artifact ID. XML formatındadır deyə. Belədir. Amma Gradle-da avtomatik bu group ID-dir. Bu org PostgreSQL. Sonra 2 nöqtə ilə ayrılır artifact ID. Sonra 2 nöqtə ilə ayrılır version. Version artanda məsələn 11-dir, sabah 12 eləmək lazımdır. Bunu 12 eləyirsiniz. Həmçinin burada da yəni versiyanı dəyişə bilərsiniz.
Bu formada ümumi olaraq, indi gəlin praktiki olaraq da baxaq. Bura qədər sualınız varsa verin bir dənə. Mənim neynir, avtomatik gedir, internetdən yükləyir. Aha, bəli. Güzel. Yes. Bayaq məsələn mən bura basanda jarı yüklədi. Bax bu jarın üstünə basanda. Onu mən gərək copy paste edirəm. O mənim indi download folderinə gəlib. Oradan copy paste eləməliyəm, layihəmə əlavə eləməliyəm. Uzun işdir. Amma hə, mən bunu indi praktiki baxacağam, o necə gəlib yüklənir. Bunu götürüb o Maven'a yazanda o avtomatik yükləyir onu. Aydındır? Bir də POM XML-də kodlar falan yazmır. O yazılma strukturunu falan bilməliyik, yoxsa necə? Yox, müəyyən şeyləri bilməlisiniz. Yes. Lazım olan bilməli şeyləriniz də var, bilməməli şeyləriniz də var. Okay. Bax. Okay, gəlin indi bir dənə mən bunun içərisində yaradacağam. Burada bu vaxta qədər biz source main-in içərisində yaratmışıq. Layihələri burada Java-nın içərisində, burada lesson 1, lesson 2, bütün lessonlarımızı burada yazırdıq. İndi gəlirəm mən lessonları, zaten biz Spring Boot-da ayrı, hər Spring Boot layihəsi ayrı Maven layihəsidir. POM XML olur hərəsinin içərisində. Ona görə bunun içərisində yaradacağam. Məsələn, baxın new modul kimi yaradıram. Bax, elə bir, yəni fərqi yoxdur yeni layihədir. Burada baxın Java-ya gələndə burada Spring Boot var, indi onu gələn növbət dərsdə keçəcək. Burada Java var. Java-nın baxın IntelliJ var. Bu IntelliJ yəqin bu da build sistemidir. Heç sözünü açıq şey eləməmişəm. Baxmamışam. Maven-də Gradle-dır. Mən Maven-da düzəldəcəm. Gradle-da da eləmək olar, fərqi yoxdur. İndi Maven-la işləyəcəyik biz. Baxın Maven-da gəldim. Burada Java-nın JDK-nın versiyasını seçirəm. JDK-nın versiyasını seçirəm 21. Daha sonra buna name ad vermək lazımdır. Bizim lesson 29-dur, ona görə lesson 29 deyirəm. Və JDBC yazıram. Onu da keçəcək bugün. Advanced settingdə baxın group ID, artifact ID. Group ID bizdə nə idi? Baxın burada org PostgreSQL. Bizdə məsələn adətən bu şirkətin şeyi olur. Məsələn az kapital bank, nə bilim az ABB falan bu formada olur. Məsələn yazar az Technoera. Artifact ID-də layihənin adı nədirsə o yazılır. Məsələn burada PostgreSQL-dir. Bir də JDBC keçirik. Ona görə elə lesson 29 JDBC kimi qalsın. Bunu mən create eləyirəm. Bura qədər sualınız var? Bəli, bir dənə orada IntelliJ də var. Maven, Gradle, bir dənə də IntelliJ var. O nə lazımdır? O da elə build tool-dur. Yəni onu da indi orada yaratsan, onun da sintaksisi fərqlidir o formada. IntelliJ özü yaradıb yəqin ki. O da bir build sistemidir, okey? Yəni çoxdur. 5-6 dənədir belə baxsan. Amma ən çox istifadə olunan Maven-dan Gradle-dır. Okey, mən bunu yaratdım. Baxın, burada bir yarandı burada. Lesson 29 JDBC. Gördünüz, burada artıq nə yarandı? Bir dənə source folder yarandı, bir də POM XML yarandı. Mən bunu ayrı IntelliJ-də ayrı bir layihə kimi də aça bilərəm. İndi burada layihənin içərisində layihə kimi də açmaq olur. Problem yoxdur. Yəni bu bunlardan separated bir şeydir. Yəni heç birindən asılı deyil. Okey. POM XML-in içərisinə gəlirəm. Baxın, bu project, bunlar nədirsə, bunlara fikir verməyin. Yəni bu default olaraq olur. Model version, Maven version 4.0'dır. Parent. Bu parent nədir? Bu parent hardan gəlir? Bu parent indi default olaraq bunun içərisində bunu yaratmışam deyə baxın. Bu com agile kurs 2 1.0 snapshot. Bu var deyə bu avtomatik parent kimi qəbul eləyib bunu. Yəni bu layihənin içərisində bir sub layihə yaradanda belə olur. Adətən qalır belə. Qalsa problem yoxdur, qalsa. Əsas burada group ID, artifact ID-dir. Məsələn, bir də version da olmalıdır burada. Məsələn, biz hər hansı bir layihəni yazanda onun versiyasını da yazmalıyıq. Məsələn, biz də lib kimi
publish edə bilərik o Maven var, bayaq sayt var idi ora. Ki biz gərək orada yenə də öz versiyamızı yazaq. Məsələn, birinci versiya 0.0.1. Bu formada bir şey. Burada da properties'də Java'nın versiyası nədirsə 21 compiler target source. Bir də UTF-8 bu da text formatının UTF-8'də olmasını göstərir. Buna mən indi reload edirəm. Okay. Bu oldu, bu belə, yəni bu XML formatında olur. Açılır belə xətlə, nə deyirlər? Böyük işarəsi ilə project yazılır, sonra o burada bağlanır. Daha sonra bir də burada ən sonda slash ilə bağlı HTML taqları var, yəni bu taqlar da elədir o formada. XML taq. İndi biz bura kitabxana əlavə eləmək istəsək, okay, gəlin bu layihənin içərisində baxaq nələr var. Baxın, source-u açdım, main, bir də test var. Main-in içərisində Java var, bir də resource var. Bunu Spring Boot-da keçəndə görəcək, daha yaxşı praktiki olaraq görəcək resource-un içərisində nə yazılır. Hələ ki qalsın, Java-nın içərisində adi kodlarımız yazılır. Testin içərisində də indi unit test falan keçəcəyi testlər yazılır, yazdığımız kodun testləri. Adətən burada da Java'dan sonra burada bir paket olur. Bizim buradakı şeyə uyğun olaraq. POM.XML-in qrup ID-si nədir? Paket belə başlayır. Məsələn, yazıram bura. As texnoera nöqtə lesson 29 elə belə yazılıb qalsın. Okay. Bu formada. Bu Maven'ın yazılışıdır. Gəlin bir dənə üstündən yenə də müəyyən qədər Maven'da bəzi şeylər var. Onlardan danışaq. Sonra yenə praktiki olaraq baxarıq. Yəni burada avtomatik bu nə edir? Dependencyləri, bu liblər dependency sayılır da, okay. Dependencylərin hamısını gətiririk. Biz saxlayırıq burada. Gələk indi baxaq burada nə var. Məsələn, burada görürsünüz nümunə var Spring Boot-la bağlı. Spring Starter Web. Hansı ki bizim REST API-lər yazanda lazım olacaq. Baxın, Spring Starter Web-in içərisində də əslində bir libin içərisində də bir neçə dənə lib ola bilər. Spring Starter Web indi növbət dərsdə keçəcək. Onun içərisində Spring MVC, Jackson, Tomcat, Logging bu qədər lib, çoxlu liblər var hamısı. Yəni bir-birindən asılı dependensiyalardır. Yəni bu libi yükləyəndə onun içərisində hansı liblər varsa onlar da yüklənir. Nəysə belə. Burada yenə Maven-dən Gradle-ın formatı. Groovy bir dil kimidir, proqramlaşdırma dili. Yəni Groovy style-ındadır Gradle. XML də adi XML formatındadır. Yəni bizim bayaq yazdığımız. Bu daha flexible-dır, daha rahatdır, daha speed, sürəti daha yuxarıdır adətən deyirlər Gradle-ın. Easy to learn deyə biz Maven-ı deyirik, keçirik. Çox da əslində build-də çoxlu fərqi yoxdur, o qədər də fərqi yoxdur. Bir də Gradle-la Maven arasında tərcih etməli olsa, bir dənə də problem var, adətən Java'nın versiyası upgrade olanda Maven onu nətərsə avtomatik dəstəkləyir, amma Gradle komandası da o Java'nın upgrade-nə bağlı nəsə eləməlidirlər. Təzə Gradle versiyası çıxarmalıdırlar. Adətən Java məsələn 27 çıxan kimi Gradle-da istifadə eləmək olmur. Bir həftə, 2 həftə gözləyirsən, sonra istifadə eləmək olur. Bu da bir konusudur. Maven proyekti bayaq dediyimiz kimi source olur, main olur, mainin içərisində Java resource, testin içərisində Java resource, burada testlər yazılır, burada kod yazılır, resource-da əlavə config faylları yazılır. Spring Boot-da baxacağıq. POM.XML burada artıq bizim dependensilərimizi burada yazırıq POM.XML-də. Targetdə bizim layihəmiz build olandan sonra yaranan folderdir. Bayaq gördünüzsə yox idi bizdə. Burada target yoxdur.
Mən bir dənə main burada yaradıb məsələn baxın target burada var. Bu artıq bu layihənin yox, kurs 2 layihənin targetidir. Burada klassları açacağız, görürsüz bütün dərslərimizin. Yəni Java C, Java class fayl, .class faylında olan, yəni compile olunmuş kodlarımız burada olur. Belə. Yəni targetdə klasslar, test klassları, klasslar, bir də jar olur, jar. Bizim layihəmizin jarı. Bayaq biz hansısa bir libin jarını yükləyirdiksə, kodlarını yükləyirdiksə, biz öz jarımızı da məsələn lib olaraq kiməsə verə bilərik, kiməsə göndərə bilərik və yaxud da şirkət daxili istifadə edə bilərik. Ona görə bu jar faylını götürüb məsələn Dockerə jar faylını yükləyirsən adətən. Okay. Yəni layihənin build olunmuş versiyasını yükləmək lazımdır Dockerə ki, kimsə istifadə eləsin və yaxud da serverə biz deploy eləyəndə jar faylını deploy eləyirik. Yəni bizim kodumuzun işlək forması buradadır. Yəni işlək forması deməyim də, kodlaşmış forması da. Yəni bunu sən jarı run eləsən, bizim proqramımız run olmuş olacaq. Belə bir şey. Okay. Gəlin indi davam edək. Burada indi Maven'ın baxın bir neçə dənə stage'ləri var, life cycle'ı var. Burada baxır. Məsələn, layihə haqqında birinci validate eləmək lazımdır. Yəni komandlardır. Maven mv-ni yazılır məsələn. Maven validate deyəndə validate baxır ki, ümumiyyətlə sənin layihənin strukturu necədir? Hər hansı bir errorlar falan varmı? Maven-də nəsə səhvdirmi, düzdürmü? Səhv varsa avtomatik burada fail olacaq, keçməyəcək. Maven compile eləyəndə sənin source kodun, yazdığın kodun compile olacaq. Nə qədər class yazmışsansa, hamısı compile olacaq və artıq burada sənin bu target folderin yaranacaq compile eləyəndə. Əgər compile zamanı nəsə compile time errorları varsa, onlar yəni error olacaq, keçməyəcək. Maven test eləyəndə sənin testləri test eləyirəm. Testlərin run olur, successful fail olur. Maven package deyəndə baxın, package-də jar faylı, bir də var web archive deməkdir bu. Java archive deməkdir. Adətən yəni köhnədən var istifadə olunur da haralardasa, tam yadımda da deyil. Amma əsasən jar istifadə olunur indi hər yerdə. Yəni jar faylı yaranır belə. Bu web archive adətən köhnə web applicationları yazanda orada istifadə olunurdu. Maven install eləyəndə baxın. Installs artifact to local repository. Artifact şey deməkdir, yəni də o dependency deməkdir, hansı ki lib deməkdir də. Onu lokal repository'yə install eləyir. Məsələn, Maven install eləyəndə o bayaq Maven saytında olanı götürür, install eləyir bizim lokal kompüterə, həmin libi. Maven deploy deyəndə də deploy artifact to remote repository. Bizim məsələn biz nəyisə config eləyirik öz Maven'imizdəki, hara deploy eləmək istəyir biz bu jarı. X bir yerə. Orada ünvanı təyin edib sonra deploy eləyə bilərik. Bunu adətən istifadə eləməmişəm. DevOps falan tərəfi istifadə eləyir. Maven clean install da bizim layihəmizdə məsələn clean eləyəndə avtomatik bu target silinir. Yəni build olan hər şey silinir. Install eləyəndə təzədən şey olur. Artifact yəni kənardan olanlar gəlir, install olunur. Bir də bizim bu necə deyirlər? Bizim bu layihəmizin jarı yaranır. Bu da əslində bunlar DevOps tərəfidir. Biz push eləyirik GitHub-a. DevOps-da bizim bu Maven və yaxud da Gradle tool ilə işləyirlər. Məsələn, onlar serverə deploy eləmək üçün məsələn CI pipeline yazırlardı onlar özləri. Yəni onlar pipeline-ı nəyə əsasən yazırlar? Bizim Gradle və yaxud da Maven toollarının bu bayaqki komandları var ya, bunları istifadə eləyərək yazırlar ki, məsələn nə edirlər? Məsələn, Git-ə push olan kimi birinci clean install edirlər, sonra compile edirlər, sonra unit testləri run edirlər, baxırlar. Sonra integration testləri olur adətən, onları run edirlər. Hər şey success olandan sonra jarını və yaxud da varını, artefaktını düzəldib Nexus-a, adətən Nexus bu bizim Nexus liblərin yerləşdiyi bir GitHub kimi bir yerdir. Hansı ki biz oraya Nexus-a bizim liblərimizi yükləyirik. Sonra deploy olunur serverə.
Burada environmentlər falan haqqında gələcəkdə danışacaq. Çox da dərs uzatmaq istəmirəm çünki biraz uzundur dərsimiz. Ümumi olaraq belə. Okay. Sualınız varsa verin. Yoxdursa da Targetin içində biz klassları yaradandan sonra, run edəndən sonra yaranır da nəsə, yoxsa belə adi heç nə yaranmır da? Yox, heç nə yaranmır. Yəni run eləyəndən sonra yaranır. Bax burada heç nə yoxdur. Bu target bunu əvvəl run elədiyimiz şeydir, ona görə yaranır. Compile eləyəndən sonra. Aha. Lesson 29 GDBC niyə içində yaratdınız? Onu da deyə bilərsiniz. Yox, nəsə yaratdınız onun içində. Bunun içərisində niyə yaratdım? Yox, Lesson 29 GDBC-nin içində nəsə yaratdınız, Techno Era ilə. Bu paketi yaratdım burada. Sadəcə paketdir. Paketin adıdır. AAS Techno Era Lesson 29. Bu yəni şirkətlərdə də belə, yəni Java-nın içərisində avtomatik kod yazılmır. Paket yaranır. Birinci AAS Techno Era Lesson 29 və yaxud da AAS Capital Bank, nə bilim user servis, AAS ABB cashback servis falan bu formada yaranır. Sonra içərisində yazılır main kodun, sənin kodların hamısı. Okay? Oldu mu? Okay, əla. Gəlin davam eləyək. Baxın, bura mən indi bizim növbəti, yəni əslində bu çox uzun dərs deyildi, build tool, ona görə birləşdirdim. Növbəti dərsimiz Java Database Connection-dır. İndi biz bu build tool'ları istifadə edəcəyik, gündəlik yəni istifadə edəcəyik, o çox rahat bir şeydir, çətin deyil. Baxın, Java Database Connection nədir? Java Database Connection Java'nın bizim core Java'mız var da. Bir də database var. Məsələn, PostgreSQL, MySQL, Oracle, SQL Server, HA2 database. Bizim JDBC ilə bu məsələn PostgreSQL arasında əlaqəni qurmaq istəyirik. Okay, bu əlaqəni quran şey Java Database Connection-dır. Bunlar bizə liblərin içərisində gəlir. Bu nə edir? JDBC baxın connect to database. Database-ə qoşulur. Query-ləri execute eləyir. Insert, update, delete. Read eləyir, transaction-ı idarə eləyir. Yəni database ilə bağlı bir nə əməliyyatlar edə bilirik, hamısını JDBC ilə edə bilirik. Okay. Məsələn, baxın burada program təmin. Java application var. Bizim yəni yazdığımız kod Java application. Ortada JDBC var. Database Connection Tool. Okay. Bir də driver var. Məsələn, JDBC API ayrıdır, Java Database Connection Driver ayrıdır. Bizim bu API-miz Application Programming Interface API-nin açılışı. JDBC libimiz məsələn bu JDBC lib, bu driver ayrıdır. Driver məsələn MySQL üçün ayrıdır, PostgreSQL üçün ayrıdır. Hər database-in öz driveri var. Amma JDBC hamısı üçün eynidir. Yəni bir JDBC hansı məsələn spesifik database-ə uyğun öz driveri var. Məsələn PostgreSQL, okay, super. JDBC connect eləyir PostgreSQL ilə. Artıq bizim Java application'ımız database-ə connect olur. Burada da məsələn how it works step by step yazılıb. User send request məsələn login olmaq istəyir. Bu nə edir? Java application create SQL query. Biz bir dənə application-da yazmışıq ki, select all from users where username equal to Agil. JDBC API receives a request. JDBC bu driver manager get connection eləyir. Bu gedir driver managerə bura. JDBC driver translates Java call into the database native protocol. Okay. Database-in öz HTTP keçmişdik keçən dəfə. Yəni o client-in Java-ya qoşula biləcək protokolda qaydalar toplusudur. Bir də JDBC-nin öz protokolu var fərqli olaraq. Database protokolu. Okay, o gəlir native database protokoluna əlaqə saxlayır. Yəni bura bu da nə edir? Database-ə query atır. Execute olunur bizim query'miz. Gedib database-dən qayıdır. ID-si 1-dir, məsələn username Agildir. Driver converts the result into Java object. Okay, təzədən bu driver nə edir? Bu SQL-dən gələn nəticəni Java-nın obyektinə çevirir. Məsələn, user obyektini yaratmışıq. Fieldlərimiz var, ID və username. Ona
parse eləyir və result set kimi bu formada qaytarır bizə. Sonra biz bu obyekt kimi, yəni user obyekti kimi qaytarmır, result set kimi qaytarır və biz onu konvert edirik öz obyektimizə. İndi onu praktiki olaraq baxacağıq. Gəlin baxaq, burada nələr var. Okay. Dərsində rekordunu göndərərəm. Bunlar yenə də ilk öncə biz connect olmalıyıq database-ə. Bunun üçün bizə driver management manager deyə bir klass var. Bu lazımdır. Driver manager get connection. Baxın, biz yəni database-ə nə ilə qoşula bilərik? Adətən elə data grip ilə nətə qoşulurduq? URL-i yazırdıq, user-i yazırdıq, bir də username və password yazırdıq, düzdür? URL, username, password yazıb, connection, bu call olanda connection açılır database ilə bizim proqram təminatı arasında bir connection yaranır. Okay. Sync database connection factory. Yəni bu factory pattern var idi. O formada bir database connection factory yaranır. Bu da nədir? Connection deyə bir klassımız var bizim, baxın. Connection'a bu mənimsədilib də yuxarıda. Bu da deyir ki, sync a phone call to the database. Database-ə connection göndərir. Bir də indi bizim yazdığımız query'mizi execute eləmək istəyirik. Okay. Buna baxın, connection.create statement var. Bu avtomatik bizə statement'i qaytarır klası. Statement klasını qaytarır. Statement.execute query metodunu çağıranda biz nə query yazmışıq içərisinə. Həmin query execute olunur. Və bizə statement deyə bir şey qayıdır. Bu statementdən götürüb istifadə eləyə bilərik. Məsələn, result burada qayıdır və həmin resultı bu əslində execute query'dən sonra bu nəsə mənimsədilməlidir, nəyəsə mənimsədilməlidir. O necə deyim, result qaytaracaq. Məsələn, burada prepare statement var. Bax, connection, bu connection. Prepare statement var. Yəni, create statement sadəcə mən select query'si üçündür. Prepare statement isə bu da düzdür. Burada da select query'si var. Sadəcə burada şeylər var. Məsələn, biz parametr ötürürük. Məsələn, select all from user və ID sual işarəsi. Sual işarəsi qoyulur. Və burada da prepare statement .set int 100 yazılıb. Yəni, bu nə deməkdir? Bu birinci, burada 3-4 dənə sual işarəsi ola bilər. Məsələn, ID bərabərdir sual işarəsi, virgül name bərabərdir sual işarəsi. 100 deyəndə, yəni bu birinci sual işarəsinin yerində 100 yazılır. 2 dənə olsaydı, məsələn, prepare statement set string ola bilərdi. Burada name olsaydı, and name olsaydı. Set string 2 virgül nə bilim Orxan yazardıq və s. və axır. Baxın, bu nəyə lazımdır? Burada sual yarana bilər ki, sizdə biraz bunun üzərində danışaq, lazımdır mövzuda. SQL injection deyə bir şey var. Hansı ki, siz search-də və yaxud da məsələn name yazan yerə bir dənə dırnaq aça bilərsiniz. Bilirsiniz də SQL necə bitir? Nöqtəli virgüllə sonunda bitir də. Nöqtəli virgüllə bitir, sonra təzə query yazsaz, o nöqtəli virgüllə başlayır. Məsələn, bir dənə nöqtəli, o adi name yazan yerə, hansı search-də də, məsələn, burada. Burada. Məsələn, bu Google-un search-udur da. Bir dənə nöqtəli virgül yazırsınız, sonra da deyirsiniz ki, drop table nə bilim, user. Belə bir şey edəsəz, bu SQL injection'dır. Bu gedib hardasa və əgər user table varsa, gedib onu drop edəcək. Bunda indi öz qaydası var da, burada ya nöqtəli bir dırnaq qoymalısınız və yaxud da burada dırnaq qoymalısınız. Elə belə araşdırıb oxusaz, görəcəksiniz. SQL injection'lar olur. Əgər siz burada məsələn prepare statement-dən istifadə eləməsəz, məsələn adətən bizə metoddan promay ID gəlir də. Məsələn təsəvvür edin ki, metod parametr var, oradan ID gəlir və biz bura ID, məsələn bu da ID stringdir də. ID bərabərdir. Burada bir dənə üstəgəl yazırıq o metodun parametrindən gələn ID-ni. Prepare statement set integer istifadə eləmirik.
Onu biz burada elə yazsaq, user avtomatik rahatlıqla SQL injection edə biləcək. Çünki o gəlib bizim query'mizin ardına qoşulur və buradan statement, burada yəni nöqtəli vergül ilə bağlayar user, sonra istəgənlə təzə bir string əlavə olunar və bizim bütün database'imizi silə bilər və yaxud da select edə bilər, çox nə istəsə eləyə bilər. Amma bu prepare statement bizə baxın prevent SQL injection. Həqiqətən SQL injection'dan qoruyur. Görürsünüz prepare statement yəni birinci olanı set eləyir bura. Bu statementin içərisində artıq özləri yoxlayırlar ki, nə injection query'si mi gəlir, nə gəlir falan. Onları nəzərə alır və injection'ın qarşısını alır. Bu aydındır sizə. Sualınız varsa verin. Sual yoxdur. Okay. Bu bizim prepare statementimiz idi. Bu execute olandan sonra bunun responsu var. Baxın burada. Prepare statement execute query. Bu bizə nə verir? Result set verir. Set bilirsiniz də təkrar olmayan hash set, linked hash set. Result set verir bizə. Burada da while result set next, yəni nə vaxta qədər ki boş deyil, list olaraq qayıda bilər. Bu da bizə yəni list dediyim setdir də bu. Set olaraq qayıdır. Burada görürsünüz get string username fieldin adı. Məsələn database'ə biz kolumun adına qoymuşuq username. Get string username deyib bu artıq username nəsə onu verəcək. Ümumi olaraq belə. İndi bunu biz praktiki yazacağıq hələ ki. Nəzəri gedirik. Sual olanda deyin. Burada da JDBC bunun haqqında danışdıq. Baxın. Bir də protokol, JDBC protokolundan danışaq. Baxın, JDBC protokolu belə. Yəni HTTP yox, JDBC yazılır. 2 nöqtə. Məsələn, PostgreSQL-yə qoşulmaq istəyiriksə, PostgreSQL yazırıq. Bura 2 nöqtə / localhost. Bizim lokalımızda run olan şey üçün də bu. SQL, PostgreSQL. İndi server olarsa indi onun hostu nə bilim nədirsə onu yazırıq. Default olaraq belə ki portu 5432-dir, onu yazırıq. Biz də bizim database'imiz nədir? Məsələn bank database və yaxud da user database, nə bilim X database database'i də burada yazırıq. Bu driver connection manager-lə connect olunur belə. Burada MySQL üçün, Oracle üçün, SQL server üçün bu formada yazılır. Nümunələr var. İstifadə eləmək istəsəniz, istifadə edərsiniz. Transaction'a keçməmişdən qabaq gəlin. İndi real olaraq yazaq baxaq. Bizdə nələr varsa oradan başlayaq. Məsələn, baxın. Bura gəlirəm, mən burada bir dənə main klassını yazıram. Tamam mı? Sonra mən nə etmək istəyirəm indi? Bir bank application kimi bir şey yazmaq istəyirəm. Account-a balans əlavə edirik, database-ə yazırıq, sonra onu oxuyuruq, o formada bir şey. Baxın, burada mən paketlərlə işləyəcəm. Məsələn, Java connection üçün deyə bir paket yaradıram. Connection-ya config eləyək. Sonra bir dənə paket yaradıram. Model. İndi deyəcəm bu paketlər nədir? Model. Spring Boot keçəndə bizim paketlərimiz çox vaxtı olacaq həmişə. Sonra yazıram DAO. Bu DAO patterndir. Yəni elə software engineeringdə. Onun haqqında danışacağıq. Bir dənə də servis yazıram. DAO-nun açılışı Data Access Object deməkdir. Model adi Java klassları yazılır. Servisdə business məntiq yazılır. Config-də də configurationlar yazılır. İndi biz bir də Maven'a baxaq. Maven'da baxın. Bura bir dənə dependency əlavə eləmək istəyirəm. Çünki mən indi Postgre ilə işləyəcəm. Postgre-yə qoşulmalıyam. Bura baxın dependencies yazdım. Bunun içərisində
bu cəmdədir, görürsünüz. Bunun içərisində dependensiyaları əlavə eləyə bilirəm. Mən indi Postgre-ni dependency yazdım. Dependency yazanda avtomatik gördünüz özü, yəni bunu gətirdi, qoydu. Mən bunu silirəm indi. Özümün yadımda deyil. Məsələn, Postgre-nin dependency nədirsə, əzbər öyrənmirsiniz sonunda. Və burada gəlirsiniz. Niyə exit olmur? Hə. Deməli, burada görürsünüz, bu Postgre-nin dependency budur. Copy paste edirəm bunu. Qoyuram bura. 47, 42, 7, 11 və bunu mən reload edirəm. Baxın, burada bir dənə şey gəlir, işarə gəlir. Gəlməsə, baxın, burada Maven işarəsi var. Burada da, baxın, burada da reload var. İndi kurs 2 göstərir əslində. Bunun içərisində öcə bunu göstərir. Bunun üstünə basıb bunu yenidən reload eləsəz. Yəni, gedib yükləyəcək, gətirəcək. Öcə bu yüklədi, gətirdi, save elədi bizim. M2 folderi olur şeydə, users folderin içərisində o user name'iniz olur. Onun içərisində olur. Baxın, burada save olur. Default olaraq öz cache-ində gətirir. Users, bu M2, indi Mac-də də, bu Mac-dədir. Siz də baxsaz, Windows-da da .m2 folderi var. Onun içərisində öcə gətirir. Repository içərisində, məsələn, org-la başlayanları orgun içərisinə, azla başlayanları azın içərisinə, com-la başlayanları comun içərisinə. Bu formada öcəyə save olunur. Jarları. Okey, Postgre-ni burada yazdıq biz. Gələk indi biz config-i düzəldək. Config-də bizə nə lazımdır? Bir dənə yazıram ki database config. Database config yazdıq. Burada bizim database'ə qoşulmaq üçün, baxın, bu, özü təklif eləmişdi bir dənə təzdən, belə eləyək, username, password. Biz desən Docker'i burada qaldırmışdıq, harada qaldırmışdıq? Docker'də biz database qaldırmışdıq keçən dəfələri. Sadəcə onun passwordu nə idi, o yadımdan çıxır. Admin değildi mi? Yoxsa secret? Secret ola bilər, hə. Admin secret idi desən. Sadəcə onu mən hardan tapa bilərəm? Burada yoxdur o. Şeydə et də bir dəqiqə. Source-un içərisində. Ömer compose faylı yaratmışdınız da oradan baxın. Burada. Deməli admin. Hər ikisi admindir, okey. Yazaq admin. Burada da əslində gəlirəm bura. Bunlardan hamısından çıxım, okey. Burada bizim database'imiz buradaydı. Burada create new database deyirəm. Yazıram. Create database. Məsələn, bank DB deyirəm. Database'i yaradırıq biz burada. Run eləyək. Okey. Bank DB yarandı burada, super. Burada da gəlirəm mən, nə edirəm? Yazıram bank DB. Okey, bunlar konstantlardır hamısı bu formada. Bunları əslində private də deyə bilərik. Daha yaxşı olar. Və bunu nə edirəm mən? İstifadə edirəm burada. Yazıram public static connection. Bizə bayaq connection lazımdır. Yəni connection yaratmaq lazım database-lə. Baxın, burada connection var, SQL, Java SQL. Amma bir dənə də belə bir şey var. Buna fikir verməyin. Java SQL lazımdır bizə. Okay. Get connection. Okay, belə. Return null yox. Biz burada indi nə edəcəyik? Driver manager var idi bayaq. Driver manager. Hə, super. Özü təklif elədi. Baxın, bu hardan gəlir? Java SQL-dən gəlir. Baxın. Yəni bu bizim əlavə elədiyimiz database-dən gəlmir. Buradan gəlmir. Bu org PostgreSQL ilə başlayır. Gəlin baxaq bura məsələn. External library. Baxın.
Org Postgre baxın bizim görürsüz əlavə etdiyimiz budur. Bayaq yox idi bu. Görürsüz jar PostgreSQL jarı yükləyib 42.7.11 versiyasını. Bunu biz yazıq, ona görə bu yükləndi. Bunun içərisində indi baxsaz, yəni kodlar da belə Postgre-yə qoşulmaq üçün. Nəysə belə şeylər var. Açıb baxa bilərsiniz, incələyə bilərsiniz, nələr var, nələr yox. Yəni mənim demək istədiyim odur ki, bu driver manager avtomatik jarın içərisində gəlir. Yəni JDK-nın içərisində gəlir. Yəni bu JDK-nın kodudur. Connection. Belə bassam, bunu belə eləsəm, baxın. JDK 21 Java SQL Connection buradan gəlir. Okay, gəlirik indi biz bura. Get connection, user password. Bu bizə nə qaytaracaq? Avtomatik bunu biz return eləsək, belə connection-ı qaytarır. Belə. Bax indi bu qırmızıdır. Throw exception eləyəcək. Throw SQL exception. SQL exception nə exception-udur? Checked yoxsa unchecked? Checked. Yes, IO exception-dur deyə check etdi. İndi mən bunu try catch ilə yazıram ki, hər dəfə onu o birisi tərəflərdə yoxlamayım. Command X, Command V. Bir dənə də catch yazaq. SQL exception, okay. Through runtime exception qalsın belə. Bir dənə də log, bir dənə SLF4J var idi burada. SLF4J Java'da. Java'nın özündə yoxdur belə bir şey. Logu mən yazmaq istəsəm özü təklif edir. Yox, logger. Nəysə qalsın. Nəysə, sistem outprint line deyək. Birdən nəsə olsa. Okay, özü nəsə təklif eləmişdi. Connection failed, check output console. Buna da E-ni qoyaq. Üstəgəl kimi. Belə bir şey. Okay. Biz bu connection istifadə eləməliyik. Harada? Onu istifadə eləyəcəyik. Baxın, DAO var bizdə. Bir də model var. Modeldə mən buna entity deyirlər adətən. Yəni entity deyək buna, model daha yaxşı deyil mənə görə. Entity nədir? Ona da baxacaq. İndi rename deyirəm entity. Refactor nə istəyirik? Ayda bunu nəyi refactor elədi? Çox yerdən nəyisə dəyişdi. Ctrl Z eləsin. Tək buradan dəyişdi. Okay, modeli silək buradan geçsin. Bizə ancaq entity lazımdır. Entity'də biz nə yazırıq? Məsələn, biz nə dedik? Account. Bizim domainimiz nədir? Account-da. Account haqqında danışırdıq. Account yaratdım burada. Bura nələri əlavə eləmək lazım? Məsələn, private long ID. Private long yox, string deyək. Owner name və private big decimal, balance big decimal'la yazıb, bir dəfə demişdim desən. Big decimal'la yazırıq balance. Okay, bu qədər. Bura indi biz baxın, bir dənə al argumentli konstruktör yaradırıq. Bir dənə də no argument command n-lə konstruktör heç bir argument olmayan konstruktör yaradırıq, lazım ola bilər. Get telləri və set telləri də yazaq. Hamısının. Bir dənə də yazaq. ToString'i. Özü əla təklif elədi. ToString'i də yazdıq belə. Okay. Bu bizim, yəni biz bununla işləyəcəyik. Okay, bu formada.
Burada sual var. Buna entity deyirlər adətən. Yəni database-in table-na uyğun bir class yaratdıq biz. Yəni database-də də indi bizim bir table-ımız olacaq bu formada. Aydındır? Gəlin istəyirsinizsə onu da yaradaq burada bizim database-in table-ını create table accounts. Okay, ID big serial primary key, sonra owner name, varchar, they not null, sonra da bir dənə də balance numerik yazaq 12 daha da null olmasın. Okay. Bunu biz yaratdıq. Bir dənə də insert query'sində yazaq insert into nümunə olaraq mock datalar əlavə edək. Owner name and balance value'lar da nələrdir? Məsələn Əli 1000 manat, Aysu 500 manat. Burada nədir problem? Vergül. Okay, belə. Bunu mən indi create edirəm. Run elədik. Biraz böyüdək bunu. Bunu da insert eləyək. Bir dənə də select eləyib baxaq. Normal görünür. Select all from accounts. Okay, belə. Və bunu run edirik. Okay. İkisi də gəldi bizdə. İndi bir dənə bu DAO patterni haqqında danışaq. Biz interface segregation demişdik pattern haqqında. DAO-da birinci bir interface yaradırıq. Okay. Account DAO. Baxın, sizə task verəcəm. Çalışacağım bunu bitireyim mən end to end. Və sizin taskınız to do task olacaq console application-dan. Bu da harda olacaq? Yəni database-ə real olaraq yazacaqsınız. Siz bu to do-ları update edəcəksiniz, yazacaqsınız. Deyərəm mentora da ki 5-ci gündə işləyəsiniz bunun üzərindən. Çalışın ki, yəni bitirin. Praktiki olaraq database-dən işləyin, sonra rahatlıqla keçək biz şeyə Spring Boot'a. Void create create account. Okay, bu interface yaratmadım mən burada. Okay, gəlin bunu interface edək ki burada abstraction yaradıram mən. Okay, implementasiya yazmıram ki rahat olaraq görsənsin burada. Create account da yaza bilər. Create də yaza bilər. Çünki account burada var deyə yuxarıda. Create account təkrar, yəni create edəcək məlumdur da nəyi yaradıram. Accountun içərisində yazmışam da mən bunu. Adətən bəziləri create account falan yazır. Yəni mənə görə duplicate-dir. Create yazıram. Burada nə create nə ilə yaradırıq biz? String owner name big decimal balance. Bu həm də bu da patlayırdı. Yəni bu interfeysdə yazmanın yaxşı xüsusiyyətlərindən biri odur ki, baxın burada hələ ki mən bilmirəm də nə edəcəm. Sadəcə elə bil ki task gəlib, hardasa taskın description-ını yazıram mən. Yəni kod yazmıram. O formada bir şey. Məsələn biz nə edə bilərik? Create eləyə bilərik, sonra account-u tapa bilərik. Account optionalı biz keçməmişdik, düzdür. Onun haqqında sadəcə məqalə yazmışdıq. Gəlin praktiki olaraq istifadə edək optional. Optional və account yazıram. Find by ID.
Hansı ki bizim accountun bayaq ID-si var idi. Baxın bu. ID ilə accountu tapırıq. Sonra bütün accountları gətirən bir şey yazaq. List olaraq gəlsin bizə accountlar. Bizim nə qədər accountlarımız var. Account, find all deyirlər buna adətən. Void, update, account yox, update balance yazaq. Və bunu nə edə bilərik? Okay, hələ ki belə qalsın. Ya balans adətən ID ilə update olunur. Yazıram long. Yəni ID ilə birinci tapırsan, hansı accountdur. Sonra da onun balansını update edirsən. Burada da yazaq, məsələn, new balance, yeni balans. Delete də, okay, delete. Qalsın mı, qalmasın mı? Bir də accountun balansını gətirən bir şey yazaq elə belə. Big decimal, sadəcə get balance, hansı ki accountun ID-sinə uyğun olaraq. Bunları yazdıq. Baxın, burada bu interface-dir. Nə yazdıq? Sadəcə abstraction yazdıq. Təxmini bildik ki, biz nə edəcəyik? Burada overview anlayış yarandı. Burada sualınız var sizin? Hə? Baxın, burada account var, entity var, DAO var, database connection var, config, DAO, entity paketlərimiz var. Burada da adi main'dir. Main'in içərisində hələ ki heç nə yoxdur. Bir də servisimiz var. Yəni, bunlar aydındır sizə. Bu yazdığımız 3 dənə şey. Sualınız varsa verin. Baxın, online var. Okay, online söz. Davam eləyək. Heç kəsdən səs gəlmir. Dərsdə alınız, yəqin ki. Edəyim haqqında. Okay. Baxın, burada account DAO yazdıq. Bir dənə də account DAO implementation yazıram mən bura. Impl yazıram, yəni implementation deməkdir. İmplementasiyası. Bura nə edirəm? Implement account DAO. Bu avtomatik nə olacaq? Yəni bütün metodları biz override etməliyik bura. Okay. Override olundu. İndi burada implementasiyasını yazacağıq. Baxın. Create account nədir? Accountu yazırıq da. Bura bir SQL yazıram mən. String SQL bərabərdir. Bir query yazıram mən bura. Bu, bilmirəm biz bunu demişdik yoxsa yox. Yəni 3 dənə şeyin içərisində, dırnağın içərisində yazarıq queryləri daha rahat olsun deyə. Ki, əks halda üstəgəl nə bilim 1000 dənə SQL yaranacaq. Burada nə yazıram? Baxın, yəni yeni account yaradıramsa hansı query-ni istifadə etməliyəm sizcə? Create accounts. Aha. Insert into. Insert into. Insert. Insert into devrəzi yazdı. Account cəmdə idi bizdə, cəmdə yaratmışdıq. Owner name, balance, value'su da altında yazaq belə, səliqəli görsənsin. Sual. 2 dənə sual. Okay. Bunu belə yazdım. İndi burada bir dənə try açaq. İçərisində yazaq. Baxın, bizdə config harda idi? Connection harda yaradırdıq? Burada. Bunun adı nədir? Database config. Burada əslində bu closable lazım olacaq. Database config get connection. Bu da bizə connection verirdi. Bir bu, ikincisi də bayaq slaytda var idi, prepare statement deyə. Yazırıq ki, yəni bu əzbərlənəsi bir şeydir ya da ki necəsə baxmaq lazım. Prepare statement yazırıq bura. Nəyi yazırıq bura? Query-ni. Bunu belə yazdıq. Bu da prepare statement PS yazaq, uzun olmasın. Bu indi qırmızıdır bunların hamısı.
Ona görə catch yazıram, SQL exception da yaza bilərik, exception da yaza bilərik biz bura. Yəni SQL exception yazsaq məncə yetərlidir. Çünki onlar hamısı SQL exception throw edir. Okay. Burada da yazaq ki, system out print line. Sadəcə özümüz log yazaq. Error. Çox da indi detallı yazmıram. Okay. Baxın, biz burada nə yazırıq? Prepare statementdən istifadə edirik. Niyə görə? Biz niyə görə prepare statementdən istifadə edirik? Bayaq dedim. Kim deyə bilər? Və avtomatik baxın, owner name, bura mən yaza bilərəm. Owner name üstə gəl məsələn. Owner name üstə gəl balans yazsam, avtomatik bura yaza bilərəm də. Bəs mən niyə görə bunu istifadə edirəm? SQL injection'a görə. Bayaq demişdim, yəni injection olmasın deyə, baxın özü təklif edir. Set string bu birinci olandır. Baxın 1 index bu 1, birinci sual işarəsi. Owner name. Set big decimal, balance big decimalda. İkinci indeksi balance. İndi burada PS execute update, bu deməkdir ki, yəni bizim query'miz buran olunsun. Bu da bir integer qaytaracaq bizə. Yəni bu nə qədər row-a affect edibsə onu göstərir. Okay. Row count yazaq. Bunda system out print line deyək burada. Plus row yox, account created deyək də. Yəni bu qədər account yarandı. Bir dənə account yaranacaq nəticə etibarıyla. Və bu create'də sualınız var sizin. Biz bunu run eləsək bu proqramı, bura balansla account'u göndərsək, həqiqətən də gedib database'ə düşəcək. Bu nə edir? Birinci getdi connection'ı yaratdı. Connection hardan yaratdı? Database config buradan biz nədir? URL, username, password yazıb. Niyə görə bu passwordun altı xətlidir? Potential deyir, hardcode, password hardcode yazmamısan. Nəysə. Driver managementlə connection'ı yaratdıq burada. Get connection. Sonra prepare statement elədik. Statement'i düzəltmək üçün. Fieldləri yəni set eləmək üçün. Fieldləri set elədik. Sonra da execute update dedik. Yəni query'mizi də burada yazdıq. SQL'imizi onu da nəyə göndərdik? Prepare statement'in içərisinə. Bunu avtomatik execute eləyəndə buradan gələn parametrləri də bura qoyur. Avtomatik arxada insert olunur database'ə. Aydındır bu. Bəli. Bir də account DAO interfeysi niyə yaratdınız? Onu başa düşmədim. Bir də DAO niyə lazımdır? Onu başa düşmədim. Qalansı tutdu. DAO belə deyim, bir patterndir, data access object, yəni data access object, səhv xatırlamıram, elə olmalıdır. Bu sabah ola bilər ki, məsələn biz bunu nəyə əsasən yaratdıq? Okay. Bu nədir? Bizim configuration connection'ımız Postgre'ni qoyduq biz bura. Bizim account, okay, DAO implementation'ımız var. Sabah ola bilər ki, indi bunun əslində yaratmasaq da olar. Ola bilər ki, bunların yəni şey odur ki, konserni. Sənin account DAO-nun implementasiyası başqa bir implementasiyası da ola bilər. İkinci bir implementasiya da burada ola bilər. Məsələn, version 2, account DAO implementation version 2 eləyirsən. Account DAO-nu yenə orada implement edirsən. Okay. Çünki eyni şeylər də, yəni interfeys olaraq eynidir. İçərisindəki məntiqlər fərqli, strateji patterni var ya formada. İçərisindəki məntiqlər fərqlidir. Bir də indi biz bunu servisdə istifadə edəcəyik. Dependency injection formatında, onu indi Spring Boot'da daha detallı keçəcək. Biz avtomatik yəni bunu və yaxud da o birisini istifadə eləməyəcəyik. Biz bunu sanki harda OpenSolid'in prinsiplərində izah eləmişdim. İnterfeysdən niyə görə istifadə edirik? Yəni interfeys bizə
daha rahatlıq verir. Avtomatik biz servisə indi implement edəndə bu account DAO-nu yazacağıq. Sabah bunun başqa bir versiyası əlavə olunanda həmin servisdə mən onu əlavə eləməyəcəm də. Təzədən yəni account DAO implementation dəyişsəm account DAO implementation version 2-ya mən əgər bunu avtomatik yazsaydım servisin içərisinə. Bu yəni deyir Solid'in interface segregation'da high level modeller dependency inversion model dependency inversion'da deyir ki konkret klasslar bir-birindən asılı olmamalıdır. İndi mən bunu çağıracağım DAO implementasiyasını servisdə istifadə edəcəm servisin içərisində. İki dənə konkret klass bir-birindən asılı olacaq. Mən sabah bu klassı dəyişsəm artıq gedib orada da dəyişmiş olacağam. Amma mənim indi necə olacaq? Servisim account DAO interfeysindən asılı olacaq. Və mən burada nəsə dəyişsəm o klassa təsir eləməyəcək. Və yaxud da ikinci bir implementasiyasını yaratsam burada accountun o da yəni problem olmayır. Yəni servisdə mən heç nə dəyişməyəcəm. Əsas səbəbi odur. Hələ ki biraz çətin başa düşərsən, indi gələcəkdə istifadə etdikcə görəcəksən onu. Okay. Gəlin indi servisin özünü yaradaq. Baxaq bunu necə çağırırıq biz. New paket yazıram account service. Ayda paket kimi yaratdım. Account servisi yaratdıq. Bura nə edirəm mən? Private final account DAO. Görürsən mən account DAO-nu yazdım bura. Account DAO implementasiyasını yox. Private final deyəndə bu deyir ki, avtomatik nəsə mənimsət, yoxsa mən yəni final olanda avtomatik bunun nəsə mənimsətmək lazımdır. Bunda mən controller level, baxın, constructorda daha doğrusu account DAO, indi bu constructor harada yaratsam, ora account DAO-nun implementasiyasını göndərəcəm. Məsələn, implementasiyası nədir? DAO implementation. Sabah bunun implementasiya ola bilər ki, DAO version 2 implementation, onu göndərəcəm. Bu əslində dependency injection adlanır. Yəni bu dependency'dir. Bunun account servisinin dependency account DAO-dur. Çünki bir asılılıqdır da, düzdür. Dependency nə deməkdir? Asılılıq. Bu dependency inject olunur bura. Baxın. Buradan hardansa bizə o dependency gələcək və inject olunur bura. Yəni mənimsədilir bura. İynə inject vurmaq deməkdir. Bura gəlir, mənimsədilir və burada artıq onun implementasiyası istifadə olunur. İndi bizdə nə idi məsələn? Create account idi, düzdür? Yazıram bura. Public void create account. Burada da yazıram. String owner name. Balansı niyə double-la yazır bu hər dəfə? Big decimal. Bu formada. Burada yazıram ki if məsələn balance compared to big decimal sıfırdan kiçikdirsə və yaxud da balance cannot be negative. Okay, super. Yəni şərt qoyduq bura bir business məntiq. Bir dənə də deyirəm ki account DAO create owner name balance. Okay, все. Bu formada. Bu indi nəyi çağıracaq? Bu interfeysi çağıracaq da, düzdür? Gedib da şey çağırmayacaq ki. Implementasiyanı çağırmayacaq ki. Biz implementasiyasını indi main-də verəcəyik bunun implementasiyasını. Məsələn, gəlirəm main-də. Burada yazıram public static void main. Burada yazıram bax, ən birinci account DAO bərabər new account DAO implementation. Account DAO-nu bilirik də bunun şeyini yaratma olur. İmplementasiyasını mənimsətdim bura, polimorfizmlə. Okay.
Burada təzədən bir dənə də account servisin klassını yaradıram. Account service. Buna servis deyək, bərabərdir new account service. Bura bax. Baxın, account DAO interfeysi implement eləmişdik. Yəni bura göndərmək lazımdır da konstruktoruna. Nəyi göndərdik biz? Account DAO implementasiyasını göndərdik. Sonra version 2 olanda burada sadəcə biz dəyişəcək version 2. Məsələn version 2 və avtomatik heç nə dəyişməyəcək. Təbii bu servisin içərisində də heç nə dəyişməyəcək, hamısı normal işləyəcək. Amma mən burada dəyişsəydim, burada hər dəfə hər yerdə, başqa yerlərdə dəyişəsi olacaqdı o version 2-nu falan. O konsernləri çoxdur. Okay, servis. Account da, bu da servis. Məsələn, burada bir dənə yazıram ki, məsələn, nə yazaq? Create account. System out print line. Create account. Bunu yazdıq. Bir dənə də scanner qoyaq bura. Konsoldan əlavə edək. Scanner 2 equal to new scanner in. Okay, account indi burada nə yazmaq lazımdır? Birinci yazmaq lazımdır ki scanner enter system out print enter account number yox, enter account owner scanner okay, bunu qoyaq. Statik deyil deyə mən şeyin statikin içinə yazmağa çalışırız. Yes. Burada owner yazaq. Balans da belə. Next decimal var. Görün. Next big decimal. Ha, varmış. Okay, super. Big decimal deyək buna da. Və neysə bu lazım deyildi mənə. Mənə əsas nə lazımdır? Servis. Scanner yox, servis. Okay, bunlar hamısı statikdir. Gəlin belə bir şey deyək, bunu daşıyım mən bura. Qalsın burada. Yəni də Statik edin də. main yaradacağım ya burada. Okay. Main nöqtə. Yəni əslində bunu belə eləmək olmur. Servis. Okay. Mainin içərisindən servis çağırıb create account göndərdi. İndi mən gəlim run edək, birinci bir bunu baxaq necə işləyir bu. Account owner yazıram, vali. Balans da yazıram 111.11 və bizə xəta qaytardı. Fatal password authentication failed for user admin. Yəni biz passwordu düz yazmamışıq burada. Onu necə tapa bilərəm mən indi? Yəni burada properties'ə baxaq. Görən nədir bu? Admin bayaq nə yazıb? Secret. Ha, secret deyil, okey. Admin idi amma. Admin. Elə adminlə qoşuldu, super. Bəs burada indi niyə qoşulmadı? Admin yazmışıq. JDBC PostgreSQL BankDB. Port problemi ola bilərmi? Portumuz nədir burada? Elə port problemidir. Okey, gəlin portu dəyişək biz, yazaq belə. Yazaq bəli. Belə bir şey.
Error qəşəng. Error biz belə bir şey harda yazmışdıq? Desən servisdə yox, şeydə yazmışdıq burada create account implementasiyada. Error. Baxaq error nədir? Bir dənə plus mesaj deyək. Bir də baxaq həqiqətən insert olmadı. Yoxsa bəlkə insert olub sonra error qaytarıb bizə. Nədir? Public biz bunu create eləməmişik hələ ki. Biz buna create account bank DB-nin içərisində create eləməliyik. Bank DB-nin içərisində insert eləməliyik. Yoxsa o gedib default olaraq mən bu konsolu şeydə açmışam deyə, testdə və yaxud da userdə açmışam deyə oranı görürdü. Bank DB schemadan bank DB does not exist. Bu schema kimi baxır, bunun nətər baxır ki, yəni schema yarada. Baxaq, indi bunu harda yaratdı? Bunun içərisində yaratdı. Gəlin belə eləyək. Bunu mən kopya eləyəcəm. Ctrl C. Burada bir dənə konsol açaq. New. Okay, yarandı. Bunu da silək. Insert deyək. Account, insert də oldu. İndi gələk yenidən bunu run eləyək. Yazaq Vəli. Okay, one account created. İndi gələk database-ə baxaq. Bizdə həqiqətən düşdü mü? Yes, düşdü. Gördünüz? Belə. This is bunun to-do versiyasını yazasınız gələcəkdə. Okay. Burada bir maraqlı case-də nəyinə baxa bilərik? Update balansa baxaq. Orada bir iki maraqlı case var. Məsələn, biz create yazdıq, düzdür. Update balansa baxaq indi. Update eləmək üçün birinci nə etməliyik? SQL-imizi yazaq. Birinci string SQL bərabərdir update accounts set balance veya ID sual. Okay. İndi nə edirik? Yenə try cache-lə try connection yaratdıq burada. Burada əslində hər dəfə connection yaratmaq da doğru bir məntiq deyil. Bu connection'ı bir dəfə şeydə yaradıb, bu main'də yaradıb. Göndərmək lazımdır bunun içərisinə. Məsələn, bura bir connection field əlavə edirik. Ora əlavə, oradan göndərmək olar. Okay, nəysə hələ ki belə qalsın. Heç nə hamısını yazdı bu şey. Connection, database config, get connection, prepare statement, connection prepare statement SQL yazdıq.
Set big decimal birinci balansı, sonra da ID-ni set edirik. Row count-da account updated. Burada məsələn ola bilər ki, həmin ID-də şey olması, məsələn həmin ID olmasın. Burada da baxın, SQL exception yox, runtime exception deyil. Account not found. Bir də accountun ID-sini yazıram bura. Birdən account tapılmasa, onun ID-sini yazıram bura. Belə bir şey. Əks halda da account updated olur. Burada indi bir dənə update balance connection yaratdı. SQL göndərdi. New balance set long graph count execute update. Süper. Okay. Burada sual var. Mən execute update özü niyə xəta atmır ki? Necə xəta atmır ki? Yəni o şeydə yoxdursa özü atsın da xətada biz niyə şey yazırıq row count xəta- bərabərdir. Yox, o SQL exception xətasını atır. Bir var ki, yəni o yoxdur, bunu deyirsən sən. Yox olmağı. Bəli. Yox, onun xəta atması doğru deyil. Yəni o olmasa o 0 qaytarır burada. Yəni o gedir, baxır. Əgər nəsə oldusa, həqiqətən row change olubsa, onun countunu qaytarır. Əgər olmadısa, avtomatik bizə 0 qaytarır. O vaxt xəta qaytarır ki, SQL-də nəsə problem olsun sənin, yaxud da table-un olmasın, access-in olmasın table-a falan filan. Bu formada. Okay. Onu da yəni burada dokumentasiyada yazılıb. 0 statements or 04 SQL server return nothing. Yəni heç nə olmasa 0 qaytaracaq. Ona əsasən də məntiqi biz yazacağıq ki, not found. Not found business məntiqidir. Şey məntiqi deyil yəni. Onlar yəni lib elə yazılır ki, common hər kəs üçün yazılırdı. Amma not found sən burada not found qaytarmaya da bilərsən. Yəni bəzi adamlar üçün, yəni bəzi biznes məntiqdə ola bilər ki, heç exception qaytarmazsın. Null qayıtsın, nə bilim nəsə olsun. O formada. Account servisə gəlirik bura. Burada bir transfer money yaz. Maraqlı bir şey yazaq ki, public void transfer money. Transfer money. Baxaq bu nə elədi? Bir də bunu bağlayaq bu tərəfi. Bax, transfer money string from owner to owner name. Yəni name ilə yox, bizə ID ilə gedək. Çünki name unique olmaya bilər. From kimdən kimə gedəcək? Onların ID-ləri yazıldı. Bir də amount, big decimal-la. Birinci şərt qoşaq ki, əgər belədirsə pozitiv olmalıdır. Burada bax bu transaksiya ilə işləyəcək. Birinci nə edəcək? Gedəcək balansı gətirəcək. Sonra gələk burada get balans harda idi? Get balansdan balansı tapmalıdır. Okay. Və bura bayaq dediyim kimi connection-ı bura əlavə eləyək. Connection. Çünki bir transaksiya, yəni bir connection-da bir transaksiya yaranır da. Bizə də lazımdır ki, bir transaksiya içərisində biz bu transferi eləyək normalda. Ona görə yazıram connection prepare statement ID yazaq burada select biz nə qaytaracağıq? Balansı, okay. All from
Accounts və ID bərabərdir sual. ID suala bərabərdirsə onu gətirsin. Yuxarıdakılar da belə yazar da, okey. Nəysə belə qalsın. Yazıram burada. Prepare statement dedik. Prepare statement. Bunu mənimsətmədim mən, okey. Gəlin mənimsədək. Buna da PS deyə gedək. Burada da catch SQL exception SQL. Tak. Runtime exception. Bunu copy paste edeyim bura. Command C, Command V. PS set long bir ID, okey. ID-ni set elədik bura. Sonra execute query deyək. PS execute query result set qaytarır bizə, okey. Bu yüzden select query'də nəsə qaytarır. Bax, execute select olanda execute query. Bizə result set qaytarır. Result set də burada nə edə bilərik? Balans gətiririk də. Set də bu düzdür. If yazıram set next. Bu yəni varsa içərisində true'unu verəcək. Baxın. Okey. Girəcək içəri. Yəni biz onsuz da bu ID ilə ID unique olduğuna görə həmişə bir dənə qaytaracaq setin içərisində. Next-lə həqiqətən də varsa, yoxdursa onsuz da şey olacaq, nə deyirlər? Məsələn, through burada deyə bilərik ki, through account not found. Bura bunu qoya bilərik, əgər heç nə qayıtmasa. Əks halda da burada deyirik ki, balance fieldini, yəni götürsün, qaytarsın. Sadəcə bu niyə qırmızı? Bu niyə görə override düz işləmir? Ona baxaq bir dənə. Catch elədik. Try burada açıqlarda, burada bağlanırdı. Yəni bu burada through yazmalı. Yəni return eləyirdi ya. Ya 0 qaytarmalıdır big decimal ya da ki runtime through runtime exception yaza bilərik. New runtime exception bu formada. Okey, belə bu indi işləyəcək. Get balance, bu yenə nə istəyir məndən? Yuxarıdakı klassda connection yox idi deyəsən şeydə, parametr mötərizəsində. Ha, düzdür. Yes, o. Burada gedib onu əlavə edəyək. Burada. Haradaydı o? Update balance. Da da lazım olacaq o bizə, çünki bir connection işləyəcək. Bir də get balance-da. Okey. İndi gələk account-a, bu normal işlədi. Burada gəlirəm, update balance-da da connection-ı qoyuram belə və burada artıq bu connection istifadə edəmirəm. Çünki oradan gəlir. Yəni buradan gələn connection istifadə edirəm ki, bir transaksiya altında işləyək. Çünki iki dənə connection yaratsam, bu ayrı fərqli separated transactionlar olacaqdır. Yəni normalda nə deyirdilər? ACID-də isolation, yəni isolation olacaqdır ikisi də. Okey, gəlirik burada nə edirik? Bunu yoxladıq birinci. İndi yazaq connection yaradaq birinci biz burada. Saatımız neçədir? Saat 33-də hələ vaxtımız var. Var da düzdür, var. Connection config daha doğrusu. Neydi onun adı? Database config. Nöqtə get connection. Bizə connection'ı qaytardı, super. İndi nə edirik? Bax, connection nöqtə set autocommit false. Autocommit nə deməkdir? Execute olanda avtomatik özü autocommit edir, okey? Başa düşdünüz? True olanda o default olaraq true olur connection'da. Biz bayaq yazırdıq, update, insert elədik.
insert elədik. Orada auto commit true idi və default olaraq commit olunurdu bizim yazdığımız. Amma auto commit false olanda bunu indi try catch-in içərisində yazmaq lazımdır ki şey olmasın. Ben de burada yazaq hatta. Buna da deyək catch SQL exception. Okay. Harada qalmışdıq biz burada. Auto commit false olanda nəsə mən execute falan eləsəm belə o commit olmayacaq. Yəni kodda mən özüm gərək commit connection.commit'i basım ki o connect olunsun. İndi nə edirəm? Niyə görə auto commit false elədim? Çünki bir transaksiya altında ən axırda işləsin, mən axırda özüm commit eləyim deyə. Bu real praktiki case-dir. Bax indi nə edirəm? Account DAO get balance. İndi burada mən konsoldan yazmayacağam. Avtomatik şey edəcəm. Bizdə nə idi? 2 dənə 1, 2, 3 də ID-lər. Get balance. Burada connection'ı göndərirəm birinci. Sonra ID-ni göndərirəm 1. 1 kim idi? Əli. Əli 1L. Görürsünüz Ali balance from balance deyək. From sonra to balance 2 from Əli göndərəcək Aysuya pulu from to. Əgər bu compare də maraqlıdır. Əgər məntiqən, yəni from balance to balance-dan azdırsa, yəni dəqiqə bundan gedəcək də. Insufficient balance. Yox, amountdan hə düzdür. Yəni belə deyim də, bunun 1000 manatı var, mən 1500 göndərmək istəyirəm. Burada exception baş verməlidir. Əks halda nə olacaq? Arxada mənfi gedəcək, yəni userdən boşuna pul çıxmış olacaq. Daha sonra nə edirəm? From balance yazıram. Subtract bu öz şeydir. Amount. Çıxdı mən buradan pulu. Yes. Və bura yazıram new from balance. Sonra nə edirəm? New to balance. Yəni artıq hara əlavə elədim bunu? Bax kimdən götürürəm balansı? Əlidən Aysuya göndərirəm. Əlidən çıxdım, subtract elədim. Aysuya da add elədim mən. İndi nə edirəm? Update eləyirəm mən. Update account DAO birinci gedib bunu update edirəm. Bu new balansı. Sonra gedirəm to balance update edirəm. İkisi də update olundu. Yes. Sonra nə edirəm? Connection commit. Okay. Sonra da heç nə də system out print line yazıram. Və normal formada system out print line transfer completed successfully. Okay. Biz burada bir dənə də belə bir şey eləyə bilərik. Final elə. Birdən nəsə exception baş versə ortalarda falan filan. Bir dənə finalda yazaq ki əgər connection burada yoxdur. Okay, bunu belə bir şey eləyək. Bunu çıxaraq yuxarı. Bərabərdir null. Bunu silərəm buradan.
Belə mənimsətmək olmur ki bunu. Okay, birinci belə mənimsətdi. İndi burada da yazıram. Əgər connection null deyilsə, not null, close. Birinci set auto commit true eləyək. Connection set auto commit true nəsə ola bilər. Burada close eləyib geçsin. Bunun da öz catch'i var. Okay, butulka düşdü. Okay, runtime exception. Bunda exception print stack trace basaq gəlsin. Okay, indi bu normal işləməlidir. Gəlin bir dənə nə edək biz? Main'ə gələk. Bunları mən kommentə alıram. Və deyirəm main nöqtə create account yox. Service nöqtə transfer money. 1 long 2 long big decimal 10.000 deyirəm məsələn. Bunlar string deyir ki, gəlin long eləyək. $10.000 göndərirəm. İndi 10.000 manat var onun hesabında, yoxdur. Bunu run eləsəm ki, bunu da silək. Illegal argument exception var, insufficient balance verdi. Yəni burada öcə partladı, heç nə olmadı. Və mən gəlirəm, hara getdi bizim mainimiz? Buradadır. Burada indi yazıram, məsələn 500 manat. 500 manat və dəqiqə bunu da baxın, burada hal-hazırda nə qədərdir? 50.000 manat, o birisində 500 manatdır. Bunu mən run edirəm. One account updated, transfer completely successfuldur. Gəlirəm, indi baxıram, həqiqətən successful update olundu. Baxın, indi 500 manat əldən çıxdı, ISO-ya getdi. Bu da bir transaksiya altında işləyir. Mən indi bunu auto commit false eləməsəydim, bura gəlirəm, məsələn, auto commit true eləyirəm. Yəni bunu kommentə alıram. Bunu da buradan kommentə alıram. Təsəvvür eləyin ki, nə oldu ya buna? Bu niyə qızardı? Bu never through eləyəcək deyir, ona görə. Mənasızdır deyir. Okay. Gələk indi bura bir dənə özümüz through deyək. Nəsə baş verdi də, indi burada nəsə əməliyyat görürük. New runtime exception deyirəm, transfer failed. Okay, gəlin buna exception yaza geçsin. Çox bu şey eləyir. Yazaq bu, okay, unreachable deyəcək, if true yazaq. Başını qataq. Bunu özüm yazdım qəsdən. Yəni, ortalara çatanda ya database, məsələn, baxın, bu baş verəndən sonra ola bilər ki, database connection'ı itdi, database çöktü, nəsə oldu. İndi saniyədə də nə qədər transferlər olur da. Məsələn, bir deyək ki, milyon manat pulu hardansa hara transfer eləmək istəyir. Və bura gələndə də, məsələn, birinci bunun update oldu, bu birincinin balansı, pul çıxıldı ondan. Ortada database connection'ı itdi. Fail oldu, network hər zaman yəni şey ola bilərdi, networkda itə bilər. Okay, connection itdi və fail oldu. Bu zaman mən bunu run eləyirəm. 500 manat yenə də 50-dən keçəcək, IC-yə keçməlidir. 500 manatı da var. Mən bunu run eləyirəm, baxın. SQL xəta baş verdi, one account updated. Və bunu mən update edirəm, baxın. 50-dən 500 manat çıxdı, amma IC-yə gəlib çatmadı. Yəni bu problemdir. ACD keçmişdi database-də.
acid qaydanı pozur. Yəni atomicity yoxdur burada. Okay. Atomik deyil bu. Bu, yəni bizim transaksiyamız atomik olmalıdır. Mən indi burada təzədən gəlirəm. Gəlin bunu təzədən indi 500 eləyək. Okay. Və təzədən 500 manat, 1000 manat. İndi baxın, mən bu auto commit-i false-u yandırıram burada. Və bu exception olduğu kimi qalır. Bu connection commit true. Belə bir şey edirəm. Baxın, indi nə olacaq burada? Update balans edəcək. Yenə də ola bilər də, yəni database-imiz çökdü, ya network itdi, nəsə oldu. Təzədən bunu run edirəm mən. Okay, one account updated, SQL xətası baş verdi. Təzədən mən bunu baxın, gəlin bura yoxlayıram. Okay, bu təzədən nə oldu? Bu yenə də şey elədi, update elədi. Eləməməli, bir dənə baxın mən burada nə oldu. Connection'ı göndərmişik, bizim connection'imiz set auto commit false'dur. Update balance da baxaq, bizim həqiqətən bu connection'ımız istifadə olunur. Yes, bu connection istifadə olunur. Bu çox maraqlı məsələdir ki, niyə belə oldu? Burada belə bir şey yazmışıq. This is true close. Bunu əslində gəlir burada, yəni bu bilirsiniz, exception baş verəndə hatta final'la həmişə run olunur. Və final run olanda yenə gəlib auto commit true'dur. True'ya keçir. Çox güman ki bundandır. Gəlin bunu silək bir dənə. Təzədən bunu 500 eləyək. Yenidən run edək. Okay, one account updated SQL xətası baş verdi. Okay, gördünüz, bayaq orada auto commit true idi. Commit eləyirdik. Okay, 500 xətası baş verdi. Yəni xəta baş verdi, amma gördünüz 500 manat çıxmadı adamdan. Yəni pul itkisi olmadı burada. Normal işləyir. Çünki burada atomikdir. Burada başlayır, false olur. Yəni connection, transaction başlayır burada. Ən axırda burada bitir. Yəni burada və yaxud da burada nəsə xəta baş versə, heç nə olmayacaq. Yəni heç kəsdən pul çıxıb şey olmayacaq. Hər şey okey olandan sonra, hər kəsin balansı update olub database-ə yazılandan sonra commit olur ki, okey, indi commit eləyə bilərsən ki, rahatlıqla xəta heç nə baş verməz. Burada sual var. Yəni bu tam Mən final'da niyə onu true eləmişdiniz o zaman? Final'ı da ona görə true eləmişdim ki, burada bu əslində bu connection, yəni burada eləməyim bu connection düzdür, burada yaranır, burada da bağlanır, okeydir. Ola bilər ki, bu connection'ı məsələn biz ən yuxarıda qoyaq burada. Burada set auto commit true yazırıq ki, yəni default behavior-nə qayıtsın. Sabah bu connection'ı kimsə istifadə eləmək istəsə, elə olduğu behavior-da istifadə eləsin. Amma məntiqsizdir, yəni burada əslində auto commit eləmək məntiqsizdir. Ki, yəni bu əslində belə deyim, başqa nə ola bilər? Məsələn, başqa xəta atsaq, runtime exception-dır, exception-a girəcək. Bura SQL exception yazsaq, gəlin bir dənə SQL exception yazaq bura. Mənə bir şey maraqlıdır. Catch eləməyəcək bunu. Təzədən bunu run edeyim. Yenə çıxdı heç. Yəni finally 100% girəcək də, bu mənasız, yəni burada bunun olmasın. Okey, qaytaram bunu.
500'ə. Başqa suallarınız varsa verin burada. Bir də klasslarla bağlı sualım var hemen. Aha. Bir də klasslar arasında qayda bilərsiniz. Klaslara, okey. Package'lərə. Burada. Mənim config SQL-də əlaqəni qurmaq üçün də məsələn başqa PostgreSQL yazsa, bir dənə MySQL yazsa, onda database config-i bir interfeysi çıxartmalıydıq. Yox, sual verin. Yəni çıxara bilərsən. Hə, fərqli database-ə qoşulmaq istəyirsənsə, bu config-i yes, interfeysə çıxarıb elə də eləmək olar. Burada fərqli config metodları da yaratmaq olar. Məsələn, yes, əslində interfeysə çıxarsan daha yaxşı olar ki, məsələn, sən config-i də buradan inject, məsələn, config yaradasan, burada config yaradıb, config bərabərdir ya SQL config, ya PostgreSQL config. Sən bu şeyləri bir, yəni hər klassın içərisində belə bir şeyin olacaq da, fərqli. Məsələn, burada Postgre-dir, amma MySQL olanda burada MySQL yazılır da, Postgre yox. Sadəcə bu niyə görə burada yazılmır? Hər yerdə interfeys yazmaq düzgün deyil. Çünki adətən Postgre bir şirkətin birinci qoyduğu bir şeydir, qoyduğu bir şeydir ki, yəni hər şey Postgre-də işləyəcək. Adətən çox nadirən dəyişir. Düzdür, görmüşəm bəzi şirkətlərdə dəyişib. Məsələn, MySQL-dən Postgre-yə inteqrate ediblər, amma ki, yəni o çox da belə şey deyil. Problemlidir. Yəni tez-tez dəyişən bir şey. Yəni biznes logika deyil də o. Sonra entity niyə lazım idi? Onun içində project klassları yazırdıq. Entity-ni deyirsən? Bəli. Entity nə? Yəni bizim bu database ilə əlaqələndirən bir şeydir. Database table-ımızla, yəni bizim klassımız olmalıdır. İndi bax, burada biz düzdür şey eləməmişik. Get account-ı yazalım. Gəlin onu da yazaq. O da tam otursun istəyirsən. Account dial, find all. Find all-da nə yazırıq biz? Yazaq ki string, bunu tez yazaq, bu rahat. SQL select all from accounts. Yazdı bunu, okey. Order by da yazaq. By ID. ID-yə də əsasən order by eləsin. Daha sonra burada yazaq. Bir dənə, ops, nə oldu buna? Try connection bərabərdir database config get connection, bir də prepare statement connection nöqtə prepare statement SQL PS deyək buna da, okey. Və burada da bir dənə də belə bir şey yazsaq da burada PS nöqtə execute query da result seti qaytaracaq bizə. Bir dənə catch yazaq, bunların hamısı qırmızılar geçsin. Okey. İndi burada yazıram while result set next. Bir dəqiqə bu neynədir? Yəni bu boş deyilsə, hər dəfə gələcək birinci götürəcək ID, set owner, list of kimi neynəyəcək? Bir dənə, bu bir dənəsini qoyacaq. Hər dəfə bir-bir qaytaracaq. Yəni bir dənə listi qaytaracaq. Bu doğru deyil. Biz bunu listə yığmalıyıq hamısını. Bunu da yığmaq üçün first of all gəlin burada bir dənə list, new array list düzəldək və buna yazaq account list, burada account var. Görürsən, həmin klassı istifadə edirəm, burada qaytarıram. Burada da gəl təzədən bir dənə AI özü təklif edəsin. Okey, bunu indi göstərəcəm mən. Result setdən yenə də bayaq necə biz balansı burada götürmüşdük. Balans yazıb. Get big decimal. Burada da həmçinin bax get long ID. Ən birinci nədir? ID da bizdə. Sonra get string owner name, get
big decimal balans. Yəni burada fillər necə yazılıbsa o formada yazırıq, eynisi əks halda gətirmir. Okay, bunu gətirdi. Yəni konstruktor olaraq ötürdü account-a və account-ı da bu formada biz yazdıq. Belə bir şey də eləmək olar. Burada bir mapper yazmaq olar altda. Ki map to account məsələn. Adətən mapper-də biz gələcəkdə keçəcəyik. Mapper harda idi bizim kodumuz? Burada. Yazaraq ki məsələn burada map to account, bura result seti göndəririk və bunu yaradaq indi create method, result set gəlir və bu formada return edir account-u. Bundakı SQL exception-ı var. Gəl nəysə, yəni belə mapper yazıb try catch-lə yazmaq olar. İndi çox vaxt getməsin, elə burada belə yazaq. Account-ları hamısını əlavə elədik, nə qədər varsa. Burada da yazıram return account list. İndi məsələn bunu da mən run eləsəm burada, gəlim bir dənə main-də run eləyək. Və bunu console application kimi yapmaq olar da qəşəng. Məsələn 1 basırsan create account eləyirsən, 2 eləyirsən transfer money, 3 basırsan şey eləyirsən. The main service gəlin burada da, burada da yazaq onu. Məsələn public list of account, get accounts, get neydi ya o find idi neydi, find all it da desin. Yox. Baxaq, bunu implement edədik də, yes. İndi burada da yazıram find get all account. Belə qaytaracaq. Bunu da string-lə çap edək. All account for each-lə, daha doğrusu. Ops. Bunu da run edəsək. Bütün, görsən database-də olan bütün şeyləri, accountları belə çap elədi. Yəni siz burada demək olar hər şey keçdiniz. Bir delete-i keçmədiniz. Delete də adi query-dir. Delete yazsanız video gedib siləcək. Yəni database-ə datanı göndərə bilirsiniz. Database-dən datanı oxuya bilirsiniz. Biznes məntiq nədirsə, kodda nə məntiqlər varsa, onu da bu servisdə yazırsınız bu formada. Və bu nədir? Config sadəcə config qurmaq üçündür. Account sadəcə burada heç nə yazılmır. Düzdür, bu biraz tartışılasın konuda. Zaten Spring Boot'da yəni n-layer arxitektura var. Bu da ona oxşar bir arxitekturadır. Yəni bu da nə idi bunun adı? Entity-də adətən heç nə yazılmır. Getter, setter bu formada bir şeylər yazılır. Bir də clean architecture deyə bir şey var. Clean architecture. Onion architecture. Orada adətən deyilir ki, bütün məntiq account-un içərisində yazılır. Domain yəni account-dur. Domain içərisində transfer falan hər şey burada yazılır. O ümumiyyətlə biraz kompleks arxitekturadır. Çox yaxşı arxitekturadır. Amma yəni biz bankalarda, şirkətlərdə hələ ki onu təqib eləmirik. O biraz advanced mövzudur. Nəysə. Yəni burada adətən getter, setter, toString, hashcode equals konstruktorlar yazılır bu formada. Bir də bu. Buna da POJO deyirlər. Plain Old Java Object. Adətən interviewdə versələr deyin ki, getter, setter və bütün no argument, all argument konstruktorlardan ibarət olan klasa POJO deyirlər. POJO. Belə. POJO. Plain Old Java Object. Nəysə. Okay. Bir daha o da ancaq görürsünüz database ilə bağlı əməliyyat. Neyini? Database-ə connect olur. Şeyləri parça. Yəni business məntiq burada yazılmır da. Bir sürü bu yazılıb.
Bunu da hətta servis layerə keçirmək olar. İndi burada olsa problem deyil. SQL yazırlar, database-ə soru göndərir, database-dən qəbul eləyir, parse eləyib qaytarır userə. Ancaq database-dən əlaqə qurur, DAO, Data Access Object. Okay. Bir servisdə, məntiq yazılır, biznes, nə bilim, balansın sıfırdan böyük ola bilməz, kiçik ola bilməz. Ondan balansı götürürük, compare eləyirik, sonra add eləyirik, bundan subtract eləyirik, sonra da update eləyirik. Yəni burada biznes məntiq yazılır, servis layerdə. Main-də də əsas sənin, yəni callların burada olur. Burada bütün sənin dependencyləri yaradırsan, inject eləyirsən. Məsələn, DAO-nu bura, vaxtda 21-dir. Sonra burada da məsələn desktop application yazıb, bir dənə console application daha doğrusu. Hər şeyi yazırsan bura, bu formada. Suallarınız varsa verin. Mən digər layer'lar, consumer layer desəm var idi, producer. Onlar nə oldu? Onlar qabağa keçir, yoxsa necə? Consumer producer Kafka istifadə eləsən olur, eləməsən olmur məsələn. Okay, Kafka-dan məsələn consumer'in var, nəsə consumer edirsən və yaxud da producer edirsən, orada istifadə eləyə bilərsən. Məsələn, burada ola bilər burada indi Spring Boot keçəndə bu DAO olmayacaq, avtomatik. Yəni bu işləri biz eləməyəcəyik, bu parseri, SQL-i falan. Bunu hamısı bizə Spring Boot eləyəcək, rahatlaşacaq işimiz. Bu olacaq repository layer, bir də interface olacaq, arxası Spring Boot özü implement edəcək. Entity'miz olacaq, servisimiz olacaq, controller levelimiz olacaq, layerimiz olacaq. Controller nədir? Biz indi burada konsoldur bu bizim. Controllerdə biz gedib API ilə call edəcəyik, yəni front-end çağıracaq controlleri. Servisimiz olacaq, bir dənə də exception layerimiz olacaq, exceptionları orada handle eləyəcək, xüsusi exceptionlarımızı yaradacaq falan. O olacaq, bir dənə exception paketi. Ümumi belə. Okay, bir də bu dependency injectionları statik niyə vermədiniz? Sadəcə belə yaratdınız. Statik versə problem olar. O statik olanda dependency injection olmur. Statiki burada deyirsən, yəni burada yaradan. Yo, main-də O formada fərqi yoxdur. Orada da eləyə bilərsiniz, statik də qoya bilərsiniz. Statik də set eləmək olar. Başqa sual var? Yox, bir dənə xahişim olacaq, bir dənə rekord daha yükləyərdiniz də. O birisləri yükləmişəm, mən bunu da indi yükləyərəm. Sadəcə orada biraz kəsilməli şeylər var, onu kəsəcəm. Məncə kəsməyin, hələ hamısını yükləyin, hələ baxanda bəzi yerlər bəlkə qaçarıq falan. Okeydir, baxaram. Çünki orada bəzi secret datalar düşüb ona görə. Okey. Onda linklərini atarsınız zəhmət olmasa. Sizin belə kanalınıza girəndə görsənmir videolar. Okey, göndərərəm onları. Okey. Çox sağ olun.